Hoş gördük. Günümüz xeyirli, uğurlu olsun. 2025-ci il noyabr ayının 19-udur. Bugün də mənim aclıq etdiyimin 19-cu günüdür. Dünən 18-ci günü tamam elədik. Dünən 47 yaşımı qeyd etdim. Ailəmdən, sonra dostlarımla və video çəkib bunu video formatda da sizin xidmətinizə buraxdım ki, məni dinləyən insanlar, mənə dəstək verən insanlar və bu məsələdə ehtiyacı olan insanlar bizim həqiqətən də işimizi dəqiq və doğru və heç bir şübhəsiz, yəni real olaraq görsünlər və buna rahat şəkildə inanıb bizə müraciət etsinlər lazım olduğu zaman ki, biz də əlimizdən gələn yardım eləyək. Bu məsələdə əlbəttə ki, inam və güvən birinci yerdədir və həmin o inamı və güvəni sizin qarşınızda qazanmağa çalışıram və inşallah da ki, bu elə belədir və belə də olacaq. Düzdür, bəzi negativ şeylər də ola bilən şeydir. Mən illərlə də artıq sosial şəbəkələrdə varam və nəyin necə olduğunu kommentardan tutmuş başqa hər bir məsələlərin necə getdiyini də gözəl bilirəm və anlayıram ki, yəni xəbər olmayan insanlar var. Yəni nə bilim, bu yer kürəsində nəyə görə gəlib düşüblər bilməyən insanlar var. Ağızlarına gələndə yaza da bilərlər, nə bilim, axmaq sözlər də düşüncəsiz danışa da bilərlər. Məlum məsələdir, yəni bu insanın hamısı eyni ola bilməyəcək və beyinsiz adam elə beyinsizdir, onu düzəlməyə çox çətin olur. Yəni gərək, yəni puxtələşəndən sonra çətin məsələ, böyüyəndən sonra gərək uşaqlıqdan, evin içindən onu sən üzərində işləyəsən. Ona da ki, yəni var belə insanlarımız. Neysə, onlar artıq-martıq şeylərdir. Necə məsələn qidada ki, mən deyirəm, orqanizm təmizləyir, həmin o artıqları, zirzibilləri atır, çölə yox olur. Eyni vəziyyətdə elə bu cür yəni insanların üzərindədir ki, onlar da artıqlarda zirzibil kimi təmizlənib gedirlər və bizə saf insanlar lazımdır. Saf, təmiz, gözəl qəbili, bizə inanan, həqiqətən ehtiyacı olan, yəni belə məzələnən zad yox da, məzələnəcək 5 qat artıq görəcək bizdən. Elə bir insan deyil ki, bizim qabağımıza kimsə gəlsin, atlasın, düşsün, yəni heç nədən, mən heç bir şey eləməyəm, gəlib axmaq hərəkətlər eləsin, ola bilən bir şeydir. Hər tərəfli cavabını alacaq. Mədəni şəkildə elə sözlərlə, elə əməllərlə ki, elə paketdə necə çıxacaq, gedəcək. Yəni o bizə uyğun olan şey deyil. Bizlə, mənimlə doğru, dürüst, özünə hörmət eləyən, yəni istər xanım olsun, istər kişi olsun, bəy olsun, fərq eləmir. Sözünə hörmət eləyən, yəni insanlığa hörmət eləyən insanlarla bizim ünsiyyətimiz olacaq, yardımımız olacaq, hansılar ki, həqiqətən də ehtiyacı var ona, biz əlimizdən gələn qədər yaxına da, uzağa da açığıq o baxımdan. Mənim bu 20 günlük sürəm bitəndən sonra biz 1001-2 gün hər halda artıq o bərpa dövrünə girirəm. Qida bərpasından söhbət gedir. Orada da artıq, yəni ondan sonraki zamanlarda canlılar ki, açılacaq, canlılarda daha rahat şəkildə sizlə danışmaq imkanı olacaq və kimsə əlaqə saxlamaq istədiyi zaman mən WhatsApp telefon nömrəmi sizə şəxsən verəcəyəm. Bunu da yəni direktə yaza bilərsiniz. Orada məsləhətlərim, yardımlarım sizə olacaq və bu barədə danışmaq lazım olduğu zaman, müraciətiniz zaman şəxsən mənimlə özümüz yəni söhbət edə biləcəyik. İndi mən bir neçə gün öncə, təxminən bir həftə öncə mənə sual vermişdilər ki, bəs indi sən bu bitirəndən sonra bu prosesi necə olacaq, sən bu işin nə formada sən bu təzədən qidanı qaytaracaqsan mərhələ-mərhələ. Bəli, əlbəttə ki, bunu mərhələ-mərhələ qidanı qaytaracağam mən, çünki birdən-birə yəni aclıqdan çıxıb geçsəm, yüklənsəm, nə bilim, deyim ki, lap istəyir tam zılalın özü olsun da, yəni çox böyük bir miqdarda götürürsən 1 kilo ət yiysən dayanmadan və yaxud nə bilim pendir yiysən və yaxud nə bilim
yumurta yesəm deyim ki, bir 10 dənə falan da belə. Bu mədə onu çatıra bilməz, yəni proses. Orada bu dəqiqə yəni, tam başqa bir şey, sakitçilik. Sən ona qidanı yavaş-yavaş verməlisən. Yəni mən necə başlayıram, deyim sizə. Deməli, ilk öncə ki, bu yeməyə ki başlayacağam, mən burada yəni müraciət edirəm yumurtaya. Yumurta mənim üçün prioritetdir. Yəni birinci növbədə yumurtanı qaynanmış şəkildə yeyirəm. Birinci məsələn artıq başladım qidalanmağa. Deyim ki, sabahları məndə bitdi, tam qutardı. O biruzun günkü yeməyə başlayacağam. Yemək də məndə çox vaxt gündə bir dəfə olur. Bəzən də 2 dəfə olur. Yəni bir dəfə omadda oluram çox vaxt. Yəni uzun süre omadda oluram. Yəni, bəzən məsələn keto eləyirəm, keçirəm məsələn gündə 2 dəfəyə. O da mənim axır istəyimdən asılıdır. Görürəm məsələn bu günləri omad gündə bir dəfə yediyim mənə bəs eləmədi, nəsə biraz aclığım var. Onda hə, ikinci qidanı qəbul edirəm. Amma qidam da yəni mən sizə dediyim həmin sağlam qidadan söhbət gedir. Bunların içində heç bir yəni axmaq içkilər, kola, mola, fantazat belə şeylər məndə yoxdur. Yəni bunu bilirsinizsə, bunun yəni ikinci sual verməyə mənası yoxdur. Heç bir yəni ki hazırlanmış, industriyada hazırlanmış yəni içkilər mənlik deyil. Yəni mən tamamilə kimsəyə də məsləhət görmürəm. Ancaq təbii şəkildə hazırlanmış cəb butulkalarda bizim şüşə butulkalardadır. Yəni plastik butulkalardan uzaq durum. Bilirsiniz nəyə görə onu da açılmasını vermirəm. Yəni mineral sular öz qazı ilə, yəni əlavə qaz vurulmamış tərkibi elə sulardan istifadə edə bilərsiniz. Bir də adi su. Yəni ən gözəl odur. Bitti. Yəni hə, evdə özünüz məsələn deyim almadan hazırlanmış bir kompot uzatdı, amma çalışın yəni içinə maksimum dərəcədə vurulmasın da bu hazırlanmış şəkər tozu. Yəni onu bərbad edəcək onu. Yəni öz təbii şirəsindən çıxan kompotu hazırlaya bilərsinizsə, o formada məsələn meyvələrdən eləyib evdə içə bilərsiniz. O başqa məsələ. Belə. Yəni mən o yumurtanı ki yedim, yumurtanı da məsələn birinci qaynadıram, tam bərk formada qaynanandan sonra sarısı da, ağı da öz yerində. Sonra onu qarşıma qoyub 2 yerə bölürəm. İçinə duzunu, istiotunu vururam. Tam qaynamış bərk şəkildə olmalıdır. Biraz göy-göyərti, yəni pendir və sonda bunları yeyirəm və sonda mənə lazım olur az bir şey yenə də ya pikanta, o Yapon qozu, ya Gretski, ya Yunan qozu, yəni bizdə olan qoz, sadə qoz. Onlar yanında bir neçədən ola bilər və onları da qəbul edəndən sonra artıq mən qidanı saxlayıram. Yəni az olur orada. Yəni ümumiyyətlə götürəndə hamısı bir yerdə maksimum olsa bəlkə 150 qram, 150-200 qram civarında ümumilikdə yəni hamısı qida qəbul edirəm və su içmirəm həmin arxasıca. Müəyyən vaxtdan sonra artıq orqanizm su tələb eləyəndə yavaş-yavaş içirəm ki o mədəyə gəlib düşəndən sonraki həzm prosesi başlayır. Ondan sonra bağırsaqlara gedəcək və orada artıq sorumalara başlayır və artıq ki gedir böyük bağırsaqdan bayıra çıxmaq. Orada yumşaqlıq olur da. Yəni çünki bomboşdur da ya. Yəni orada sən rahat şəkildə yəni özü ayaqda dolandırmaq üçün, yəni tez-tez tualetə getməmək üçün bu formanı eləyirsən və sonra yavaş-yavaş məsələn deyim ki 2 saatdan 3 saatdan sonra yenə bir qida qəbul etmək olar. Artıq biraz ağır zülal qəbul etmək olar. Yəni deyim ki mal ətindən yemək olar və ya toyaq ətindən və ya balıq yemək olar. Yəni bunları artıq yavaş-yavaş hər 2 saatdan biraz qida, biraz artıra, biraz artıra normallaşdırırsan. Deyim ki məsələn bilirəm ki məsələn sən protein yeməlisən ki doyasan. Amma artıq sən aclıq yaradan bakteriyaları oyadırsan deyə istər-istəməz sən həmin o bərpa zamanında 2 saatdan bir o qidanı yeyib yerini düzəldirsən ki artıq tam qaydasına düşəndən sonra sənə sağlam qida forman. Ondan sonra hə bitdi bu proses, rahatladın. Ondan sonra artıq ketoda oturmalısan, gündə 2 dəfə qidalanmaq. Gündə 2 dəfə qidalanırsan, onda necə demişəm, yəni günorta saat 1 və axşam saat 5 radələrində, məsələn 1-dən 2-nin yarısına qədər, 5-dən 6-ın yarısına qədər qida yeyirsən, dediyim bütün qidalardan xəbərimiz var.
Sonra lazım olan adamlara bir də ayrıca olaraq şəxsən danışdığım zaman hamısını rasion olaraq yəni deyə biləcəm ki, nə qədər olmalıdır, nədir, nə deyil. Başqa məsələ. Amma ümumilikdə bilirsiniz, yəni çünki videolarda sizə danışıram bunu. Bu formada yəni qidanı bərpa edirsən, sonra da yəni normal həyatı yaşayırsan və çəki də qalxmır. Nəyə görə qalxmır? Çünki əlavə karbohidrat qəbul etmirsən, əlavə şəkər yoxdur və yəni yediyin qidalar yüksək faizli zülallardan ibarət olduğu üçün sorulmalar, əzələlərin içinə gedir, əzələ hüceyrələri çoxalır və yəni əgər böyüyürsənsə də əzələ kütlən böyüyür. Bu çox gözəl bir şeydir. Məşq etmədən belə onu müəyyən qədər yəni düzəltmək olur, bərpa eləmək olur. Çox super bir şeydir. Yəni bu sənə ölçü verir, amma çəki yenə yerində qalır. Adam belə tam fərqli bir şey olur, sonra üz yerinə qayıdır. Çünki yediyin qidalarda müəyyən qədər az da olsa, tərkibi onsuz da, yəni mən deyirəm də 100% yağla olan və yaxud 100% yağın özündə belə karbohidratı var, yağın özündə belə yəni oranında belə protein var, ayrı-ayrılıqda da, yəni az miqdarda da, amma var da, yəni bu belədir, həyat belədir. Biz onu oradan tam çıxarda bilmirik qidanın içində. Var mı? Az. O da ki, yəni həkimlər də deyib ki, yəni əgər gün ərzində ümumilikdə 40 qrama qədər karbohidrat orqanizmə gəlsə, o səni ketodan çıxarmır. Sən yenə keto sistemində qalıb, ketozda qalırsan və enerjini yağlardan yalnız alırsan və qlukoz enerjisində qalmırsan. Bax, bu aydınlıqları müəyyən qədər sizə verdim. Bu gün 19-cu günümüzü tamamlayırıq. İnşallah sağ olar 20-ci gündə tam bitiririk məsələni. 20-ci gün videomda da sizlə artıq bu temanın bağlanması barəsində danışacağam və sonra artıq dediyim o bir məsələlər ki, hansı ki, canlıda danışacaq və siz mənlə birbaşa təmas yaradacaqsınız. Artıq o sizə bağlı olan bir məsələ olacaq. Oldu, sağ olun. Gələn videoda görüşmək üzrə. Şükür Allah, bu günümüzə gəlib çatmışıq. 20-ci günümüzü də sabah tamamlayırıq sizlə. Bu son videonu bitirəcəyik, möhrümüzü qoyacağıq və yenə də əvvəlki qaydada like edin, komentar yazın, repost edin, aşağıdakı o xəttin üzərinə basın, orada təkrar paylaşma eləyin. Qoy biraz da səhvi böyüsün, şükür Allah, sayənizdə səhvimiz günə-günə böyüyür, qısa müddətdə böyüyüb vüsət alıb. İnşallah daha böyük bir səhvə gözləyirəm. Çünki bundan öncə də bir səhvəm vardı, orada mən sadəcə özümü tanıtmırdım, şeir və qəzəllə bağlı olan bir səhvəmdir. Bülbülə Eldar səhvəsidir orada. Bu isə, yox, o Eldar Bülbülədir, bu səhvəm isə Bülbülə Eldardır. Yəni o səhvəm də balaca deyil, orada da yəni şeirlə, qəzəllə və məsləhətlərlə olan bir səhvədir. Orada bir hardasa təxminən 8000-dən yuxarı izləyicim var. Amma orada mən özümü tanıtımla göstərmirəm. Burada isə mən artıq yəni həm düşüncələrimi, həm öz səviyyəmi və həm bacarığımı və biliyimi və insanlara xidmətimin bir başqa hissəsində əyani şəkildə sizə göstərirəm. Yəni izləmək istəyənlər məsəl üçün orada Eldar Bülbülə səhifəsinə girib oradakı gözəl yəni şeirlərdən və bizim gözəl şairlərimizin zamanımızda və öncədə olan şairlərimizin qəzəllərinə və şeirlərinə müraciət edə bilərlər. Oldu, çox sağ olun, minnətdaram. Yəni bizim səhifəmiz böyük olacaq, dəstək olun. Yəni hər kəs dəstək olanlar bizim zehnimizdə, ağlımızda qalır, görürük və bir tərəfdən də yəni hörmətlə qarşılanıb, yəni yardımımızın ola biləcəyi nə qədər eləyə biləriksə olacaq. Yəni əsirgənmərik. Dəstək olmayanlar da özləri bilər, canları sağ olsun. Nə bilim, onlar elə həmişə də elə olublar. Onları dəyişməyə gözləmə. Sağ olun, hələlik gələn videoda görüşmək üzrə.